Jurnalist Mərhəmət Lələyevdən nümunəvi addım. Cəmiyyətin sosial həssas təbəqələrinə diqqət və qayğı göstərmək hər kəsin bacardığı iş deyil. Bu mənada Cənubun Səsi xəbər portalının təsisçisi və baş redaktoru, ictimai fəal, bloger jurnalist Mərhəmət Lələyev tərəfindən həyata keçirilən növbəti sosial təşəbbüs təqdirə layiq nümunə kimi yadda qalır. 3 yanvar 2026-cı il tarixində Mərhəmət Lələyev rəhbərlik etdiyi Cənubun Səsi kollektivi ilə birlikdə Masallı şəhəri və ətraf kənd qəsəbələrdə yaşayan tənha və kimsəsiz 17 ahıl yaşlı xanımı ziyarət edib. Uzun müddətdir tək yaşayan, sosial və mənəvi dəstəyə ehtiyacı olan bu xanımlar üçün həmin gün əsl ümid və sevinc gününə çevrilib. Ziyarət zamanı ahıl xanımların gündəlik ehtiyacları nəzərə alınaraq onlara ərzaq bağlamaları, məişət məhsulları və müxtəlif hədiyyələr təqdim olunub. Maddi yardımla yanaşı onlarla aparılan səmimi söhbətlər, hal-əhval tutmaq, problemlərini dinləmək və diqqət göstərmək bu insanların qəlbində dərin iz buraxıb. Bir çox xanımlar bu cür diqqəti uzun zamandır görmədiklərini bildirərək, sevinc gözyaşlarını gizlədə bilməyiblər. Ahıl xanımlar göstərilən qayğıya görə Mərhəmət Lələyev və Cənubun Səsi kollektivinə ürəkdən təşəkkür ediblər. Bu kimi xeyirxah addımların Allah tərəfindən mükafatlandırılmasını diləyiblər. Dərmanlarını alarıq, beləlik siz paylayarsınız, yaxşı. Başqa nə çətinliyin var? Yaxşıdır. Yaxşı o. Biz də sənin elə Mənim balam öyrətdiyin şagirdlərindir. Qeyd edək ki, bu humanist layihənin reallaşmasında Cənubun Səsi xəbər portalının izləyiciləri və sosial şəbəkə üzərindən dəstək göstərən xeyirsevər insanlar yaxından iştirak ediblər. Mərhəmət Lələyev bildirib ki, media yalnız informasiya mənbəyi deyil, eyni zamanda cəmiyyətin sosial problemlərinə biganə qalmayan, fəal mövqe nümayiş etdirən bir qüvvə olmalıdır. Layihəyə verdikləri dəstəyə görə Elşad Qasımov, Taleh Nəsirov, jurnalist Əfsanə xanım, Arif Feyzullayev, Alxas Əşrəfova, Ruslan Bağışova və restoran sahibi Əkbər bəyə xüsusi minnətdarlıq ifadə olunub. Mərhəmət Lələyev onların bu nəcib təşəbbüsə qoşulmasını birlik və həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirib. Sonda qeyd edək ki, Cənubun Səsi xəbər portalı bundan sonra da sosial məsuliyyət layihələrini davam etdirməyi, kimsəsiz, ahıl və ehtiyacı olan insanlara dəstək göstərməyi qarşısına məqsəd qoyub. Bu kimi təşəbbüslər cəmiyyətdə mərhəmət, paylaşma və insanlıq dəyərlərinin yaşadılmasına mühüm töhfə verir.